Xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Ləhəş bağlarının 10 kisot torpaq sahəsinin üzərində gözəl belə bir 3 mərtəbə həyət evimiz çıxıb satışa. Əşyalar da tam qalır. İnşallah həyətin təqdimatını edək. Sonra evin içərisinin sizə təqdimatını təqdim edəcək. İlkin qiyməti 255.000 manatdır. Evin torpağın çıxarışı var və iki hissədən də girişi var. Bir bu hissədən və bir arxa hissədən. Bütün meyvə ağaclarına qədər də var. Evin qabaq hissəsini bax sizlərə təqdim edirik və keçirik evin arxa hissəsini sizlərə təqdim edirik. Və ondan əlavə evin arxasında balaca bir köməkçi evi də var. Onu da sizlərə təqdim edəcəyik. 12 sotun içərisindədir. Ola bilər artığı da olsun inşallah. Gəl qardaşım bu hissəsini də təqdim edək. Giriş hissəsini buradan evin arxa hissəsini təqdim edək. Zəhmət olmasa gəl arxaya tam rahat bir şəkildə. Həm yerinə görə, həm havasına görə evin içərisində tam istipoldan ibarətdir. Və balaca kiçik evimizdə təqdim edək. Yəni o da hazırdır. Və keçid edirik. Arxa tərəfdən də əlavə bir çıxışı var, fikir verin. Və inşallah keçid edirik evin içəri hissəsini sizlərə təqdim edəcək və əşyaların da əksər hissəsi qalır. İkinci mərtəbəyə qədər otaqları da ikinci mərtəbədən sonra böyük bir mansarddır. Və keçək evin içərisini sizlərə təqdim edək və əlavə də bir garajı var burada. Bu hissəsini də göstər qardaşım. İzləyicilərimiz izləsinlər. Yəni yay mətbəx kimi də yeri var. Və keçək evin ikinci bir içəri hissəsini sizlərə təqdim edək. Gəl qardaşım, zəhmət olmasa. Bax, evin içərisini birinci mərtəbəni təqdim edirik. Tam istipoldan ibarətdir. Fikir verin. Və keçin yataqlarını göstər, zəhmət olmasa. Belə bir. İstipoldur hamısı. İstipoldan ibarətdir. Və gəl qardaşım, burada bir otaq var. Onu da təqdim edə zəhmət olmasa. Aşağıda belə deyək, bir zal, 2 yataq, 1 mətbəx. Yuxarını sonra inşallah göstərəcəksiniz. Bax, burada da belə bir mətbəxi var. Və evdə nə əşyalar, orada qalaj hissəsinə aiddir. Evdə nə əşyalar görürsünüzsə, yəni qalır. Bir dənə mansardın, belə deyək, üstündə olan əşyalardan başqa. Gəl qardaşım. Həm yerinə görə, həm havasına görə, həm də ki, inşallah Allah herkesin maaşını malını düşünə bəlkə. Burada da sancılı. Buranın hissəsini təqdim edək, zəhmət olmasa. Və keçid edirik inşallah. İkinci mərtəbəsini keçidini edirik. İkinci mərtəbəsini təqdim edirik sizlərə. Bax, ikinci mərtəbəsini göstərir. Sonra açıq eyvanı da təqdim edəcək. Gəl qardaşım. Bax, burada belə bir foyesi var. Fikir verin. Gözəl bir foyedir. Və foyədən keçid edirik, soldakı otağımızı göstər, zəhmət olmasa. Və oradan da göstər, bax, belə bir şkaflar yığılıb, səliqə ilə. Və keçid edirik digər otağımıza. Bu otağı da təqdim edə zəhmət olmasa. Onu da nəzərinizə çatdırım ki, yəni Məşdağa qaya üstündən tam yola yaxın bir ərazidir. Qapısına qədər demək olar ki, asfaltdır. Və bunu da göstərək sizlərə. Və gəl qardaşım. Burada da gözəl bir mətbəxi var. Burada istipol və sanuzellə ibarətdir. Sanuzelini göstərək, sonra keçək. Duş kabinəyə qədər var, moydadıra qədər qoyulur. Və keçidimiz ikinci mətbəxidir. İkinci mətbəxi sizlərə göstərək. Açıq eyvana çıxaq. Hətta üçüncü mərtəbədən belə açıq eyvana terası var. Yəqin qapını bağlayıblar, bizləri nəzərə alarsınız. Bu hissəni sizlərə göstərək, fikir verin. Və qalxırıq inşallah 3-cü mərtəbəyə. Mansard hissəsini təqdim edək. Bir dəfə qeyd etdiyim kimi mansard hissəsində olanlar götürüləcək. Qalanlar hamısı qalır evin içində. Onu da qeyd edək, peşanlardır. Onu da nəzərinizə çatdıraq ki, fikir verin. Taxta işləmələrdə keyfiyyətlə istifadə olunur. Və fikir verin, bax, buranı da göstərək sizlərə. Böyük bir mansard və hazır bir mansarddır. Və qeyd etdiyimiz kimi bu əşyalar götürür və qalanlar qalır. Və burada da
Niyə göstərə bilməyəcək sizə, çünki mən qapı bağlıdır. Yəqin uşaqlara görə bağlayıblar. Fikir verin. Tam həm yola yaxındır, həm də ki, yeri gözəldir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Ləhəc bağlandı. Qayış dallarının ərazidən yaxındır. 12 sot torpaq sahəsinin üzərində qeyd olunub 3 mərtəbəli həyət evidir. Torpağın çıxarışı var. Həyətdə əlavə bir köməkçi ev vardı, onu təqdim edirik. İki tərəfdən giriş-çıxış hissəsi var və evin arxasına da həyətin qarşı hissəsindən var. Və gördüyünüz əşyalar qalıb. Qeyd etdiyimiz kimi mansardda olan əşyalardan başqa. Və ilkin olaraq qiymət 255 min manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq və səhifəmizi izlədiyi üçün Məşdağa Əmlak Əməkdaşları və Rəhbərliyi adına sizlərə dərin təşəkkürümüzü bildiririk.